Kirpi və tülkü metaforası haqqında əvvəllər danışmışam. Bunu biraz da açmaq istəyirəm. Qədim Yunan mifologiyasından gəlir. İnsanlar iki cürdür. Kirpi xislətli insanlar, tülkü xislətli insanlar. Kirpi xislətli insanlar bütün düşüncələrini, diqqətlərini bir yerə yönəldirlər, fokuslanırlar. Özlərini yumurlar, tez-tez fikirlərini dəyişmirlər, strategiyalarını dəyişmirlər, stabildilər və bir hədəfə yönəlirlər, fokuslanırlar. Tülkü xislətli insanlar isə, burada tülkü xislətli insan deyəndə hiləgər tülkü anlamı gəlmir. Yox. Yəni mövqeyini tez-tez dəyişən, strategiyasını, yolunu, taktikasını tez-tez dəyişən, işini tez-tez dəyişən insanlar. Bunlar bəzən uğur qazana bilmirlər. Niyə? Çünki uğur qazanmaq üçün bəzən kirpi metodu ilə getmək lazımdır. Yəni özünü yum, düşün, fokuslan, bir hədəfə yönəl və irəli get. Hədəfə bax. Bu çox vacibdir. Çünki tez-tez mövqeyini, strategiyasını, taktikasını dəyişən insanlar bir çox hallarda pərakəndə qalırlar. Fokuslana bilmirlər. Fikirlərini bir yerə toparlaya bilmirlər və illər ötür görürlər ki, heç nə edə bilməyiblər həyatda. Özünü yum və hədəfə yönəl. Konkret hədəfə. Təşəkkür edirəm.